İnformatika qəbul 2021 birinci cəhd. Deyir, elektron hökumət layihəsinin vətəndaşlar üçün üstünlükləri nədən ibarətdir? Deməli, biri 6-dır, hansı ki, məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış əldə etməsi, yəni elektron hökumət vasitəsilə belə deyim ki, informatik tələbatının dolğun ödənməsi. Bir də burada düzdür, bu iki, bu müasir texnoloji geniş tətbiqləri ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, 2-3. Burada iş vətəndaşların dövlət idarəçiliyində fəal iştirak eləməkləri. Bu iki aidiyyatı yoxdur amma bura. 5-ə bir dənə baxın. Büdcə və vəsaitlərin yəni dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərin azalması. Dövlət effektiv bu mənasızdır. Orqanın fəaliyyətinin səmərəliliyinin artırılması. 3. Bir də 5 olmalı sərəncə. Büdcə vəsaitlərin qənaət edilməsi, dövlət göstərilməsi müddət xərclərin azalması. 3, 5, 6. Buna bir dənə baxaram, bu 5-ci bəndə. Sonra 2. Slayda hansı obyektləri əlavə etdikdə Ribbon istifadəçi interfeysində dizayn alət tabı yaranmır? Bax, bu sual nə ilə bağlıdır? Bundan qabaq da görmüşük bu sualı, yox deyəsən. Hansı ki, bilirsiniz ki, müxtəlif obyektlər əlavə edəndə insertlə. Burada kontekstual tablar yaranır. Yəni, hansı obyektləri əlavə edəndə hansı kontekstual tablar yaranır. Və ona uyğun olaraq. İndi Word-atdır. Word-ata daxil edəndə format açılır, dizayn açılmır. Biri bu. Table-dır, SmartArt-dır, Chart-dır. Bunlarda dizayn açılır. Amma indiki adı ilə artıq Table Design, SmartArt Design, Chart Design, yəni hamısının qabağında öz adları da olur. Çünki ayrıca dizayn tabı var deyə aydın oldu. Artıq adları biraz yəni belə gedir. Table Design, SmartArt Design bu mənada. Bir də əvvəllər equation-ı daxil edəndə format açılırdı. İndi artıq equation-ın özü açılır. Doğru cavab 1-5. 3. Deməli, Excel proqramı yadda saxlanılan sənəd kitab adlanır. İşçi kitab da deyə bilərlər. 4-cü sual. Deyir ki, raster qrafik faylın çevrilməsində yalnız rəng palitrası dəyişdirilmişdir. Nəticədə faylın həcmi 1.5 dəfə azalmışdır. Əgər çevrilmədən sonra 256 rəng çalarlı təsvir alınmışdırsa, çevrilməyə qədər neçə rəng çalarından istifadə olunmuşdur? Deməli, əvvəl x bərabər 2 üstü n idi. Rəng palitrasının çevrilməsindən sonra alındı 256. Və biz bilirik ki, qrafik faylın həcmi, piksellərin sayı vurulsun nəyə? Rəng tərtibinədir. Deməli, həcmin artıb azalmağı piksellərin sayından və rəng tərtibindən bilavasitə düz mütənasib asılıdır. Ona görə bizə deyir ki, bu çevrilmədə, bax bu çevrilmədə faylın həcmi 1.5 dəfə azalıb. Onda belə çıxır ki, birinci üçün biz həcmi götürsək x vur, y vur, n-dirsə, ikinci üçün nədir? X vuraq, y vuraq 8 bitdir. Çünki burada rəng dərinliyi budur. İndi bu n hansı ki azalanda avtomatik həcm də azalır axı. Deyir ki, həcm 1.5 dəfə azal və həcm yenə deyirəm ki, bununla düz mütənasib olduğu üçün deməli rəng dərinliyi də 1.5 dəfə azalır. Onda n-i 1.5 dəfə azaldıb 8 edibsə, deməli həcm də 1.5 dəfə azalıb. Yəni ideya eynidir, çünki düz mütənasibdir. Buradan n-i tapıram 12, nəticə etibarilə də 2 üstü 12, çünki bizdə nəyə soruşur? Deyir, çevrilməyə qədər rəng çarlarının sayı. 2 üstü 12, o da bizə verir 4096. 5-ci sual. Seçilmiş faylın bir diskdən digər diskə drag and drop texnologiyasının köməyi ilə yer dəyişməsi üçün hansı düyməsi basılı saxlanılmalıdır? Oxuyamadım cümləni. Windows 11-də də keçərlidir bu cümlə. Söhbət yer dəyişmədən gəlirsə, shift düyməsi sıxılıq aldığı halda eləməsiniz. Baxın, bunu göstərim. Deməli, bax, kontrol düyməsini sıxıb saxlayıb, mouse-la nəyəsə sürüşdür. Görürsünüz nə yazır ekrana? Copy to desktop. Bu kontrol düyməsidir. Sonra, məsələn, shift düyməsini sıxıram, sürüşdürürəm. Görürsünüzmü nə yazır? Move to desktop. Bu həmin bu sualın cavabıdır. Bir də bax, alt düyməsini sıxıram, sürüşdürürəm. Görürsünüz nə yazır? Create link in desktop. Yəni, söhbət shortcutdan gedir. Görürsünüz, shortcut yarandı. Okey. Bunu qoyum bura.
Doğru cavab olur burada shift. 6. Cədvəldə ASCII kod cədvəlindən bir hissə verilmişdir. Bu sual yəqin ki, sizə tanış gəldi. 2020-in qəbulunda bu sualdan izah eləmişdim. Orada bir simvolunun deyirdi ki, 16-lıq kodunu tap. İndi isə böyük A hərfinin deyir. Hansı ki, əgər hərflərdən söhbət gedirsə, biz baxmalıyıq hara? Sağ tərəfə. Deməli, ASCII əlifbasında böyük hərflərlə kiçik hərflər arasında necə bir qanun uyğunluq var? Yadınızda saxlayın ki, böyük hərflərin onluq kodları üzərinə 32 gəldikdə kiçik hərflərin onluq kodunu almış olursunuz. Fikir verirsə, kiçik A hərfinin onluq kodu 97-dir. Onda biz ondan 32 çıxsaq, böyük A hərfinin onluq kodunu 65 tapmış olarıq. Amma bizdən 16-lıq kodu istədiyi üçün cavab 65 deyil. Sonra bunu 16-lığa da çevirmək üçün 16-ya böləcəksiniz. Doğru cavabımız olacaq 41. Davam edək 7 ilə. Tətbiqi proqram təminatına daxildir. Deməli, web brauzerlər inteqralaşmış paketlər. Halqa topologiyasının əsas fərqləndirici xüsusiyyəti nədir? Bir istiqamətli, qapalı rabitə olması. Klaviaturanın home düyməsini basıqda kursor hara dəyişir? Ümumiyyətlə, home və end tək halda yalnız sətir boyu hərəkət edir. Bunu yadda saxlayın. Doğru cavab olur burada sətrin əvvəli. Sonra aşağıdakılardan hansı xarici yaddaşın funksiyasıdır? Deməli, baxaq. Xarici yaddaşın funksiyası informasiyanı uzun müddət yadda saxlamaq. 11. Pəncərəni bütün ekran boyunca açmaq üçün aydın məsələ ki, 4-dən istifadə etmək lazımdır. Çıxış qurğuları printer, kolonka, plotter, proyektor. 1, 3, 5, 7 doğru cavab Y variantı. 13. Sənəddə seçilmiş fraqmenti gizlətmək üçün home tabının hansı lent qrupundan istifadə etmək lazımdır? Bu sual 2018 DİM-in sınağında vardı, əgər yadınızdaysa, demişdi ki, fontda yerləşir. Bircə dəqiqə bir dənə yoldaşlar zəngə cavab verim. Davam edək. Şəklin ölçüsünü dəyişmək üçün onu hansı üsulla seçmək olar? Deməli, şəklin üzərində sıçranın sol düyməsini klikləyirsiniz. Daha sonra avtomatik şəklin qırağında belə nöqtələr əmələ gəlir. Həmin nöqtələrdən tutub, belə deyək ki, aşağı-yuxarı çəkə bilərsiniz. Sonra növbəti deyir ki, kompüterin Neumann arxitekturasına aid olanlar əməliyyat sistemini çıx, driveri çıx, ana platanı çıx. 1, 3, 6-nı çıxsaq, doğru cavabımız qalır 2, 4, 5. Verilənlər üzərində yerinə yetirilən əməliyyatların tiplərini seçin. Hesabi, müqayisə, məntiqi və xüsusi əməliyyatlar doğru cavabımız olur Y variantı. Bu arada, bax, bu sualdan bir dənə diqqətli olun. Bununla bağlı bir şey göstərim sizə. Bircə dəqiqə. Haradadır? Yəni, necə təzədən bir dənə sual düşə bilər ona aid? Onu deyim, nəzərinizdə saxlayın. Çünki aksesin o hissəsini çox adam oxumur. Aksesdə bu nəzəri hissə biraz, belə deyim də, çox uzun uzadıdır. Heç kimin həvəs çatmır oxuma. Bax, verilənlər üzərində əməliyyatlar yoldaşlar. 4 tip əməliyyat var. Hesabi, müqayisə, məntiqi, xüsusi. Bu əməliyyatlar hansılardır? Bax, hesabi əməliyyatlar hamımızın bildiyidir. Vurma, bölmə, qüvvətə yüksəltmə və s. ilə axır. Müqayisə əməliyyatları hansılardır? True, false, null, böyük bərabər, kiçik bərabər, bərabərdir, fərqlidir. Məntiqi əməliyyatlar true, false, null, and, or, not. Bunlar düşə bilər, yəni ki, imtahana. Aydın oldu mu? Ona görə diqqətli olun bu əməliyyatlardan ki, yəni diqqətlə baxın. Sonra burada şeylərdə nə deyirdi? Şöyle bunlardır. Yəni ona diqqətlə baxın, ola bilər qəbul oradan sual. Çünki bu yaxınlarda nə vaxtsa oradan sual düşmüşdü. Sınaqda zətdə. Sonra 17-ci sual, ikinci cəhdə bax olan algoritm sualı idi. Açıq sual kimi vermişdilər. Cavab 13 edir burada. 5 dəfə dövr getmək lazımdır. Əgər çətinlik olan varsa həll edək.
Okey, yoxdur, keçək 18-ə. Mətn prosesində aşağıdakı mətn yığılmışdır. Bu sual tipindən də 2019-da da 22-də də görmüsünüz. Bu da digər bir versiyası. Daha sonra 22-də görəcəksiniz 19-dakının təkrarını. Bu ona nisbətdə biraz fərqlidir. Burada nə deyir? Deyir, şərt diqqətlə oxumaq lazımdır. Çünki burada əsas şey şərtdədir. Mətni seçib insert table, convert text to table əmrinin yerinə yetirməsindən sonra alınacaq cədvəlin neçə sütunu? Baxın, burada ulduzu seçir, cədvələ çevirib, nə deyir? Deyir, yerinə yetirilməsindən sonra alınacaq cədvəlin neçə sütunu? Deməli, bu cədvəl bunun cədvəli deyil. Cədvəli biz özümüz quracağıq. Aydın oldu mu? Deyir, sonra alınacaq cədvəlin neçə sütunu? Aşağıdakı cədvəlin sütunları ilə eyni olacaq. Deməli, bu random verilmiş bir cədvəldir. Biz isə burada öz cədvəlimizi quracaq, yəni əsas cədvəli quracaq. Sonra baxacağıq ki, bizim qurduğumuz cədvəllə sualın verdiyi cədvəldən neçə dənə sütun üst-üstə düşür. Sütun. Bax, bu hissəni diqqətlə oxumayan yoldaşlar neynirlər? Gəlir belə deyir. Deyir müəllim, Rasim 25 da bu ödənir. Məsəl üçün də burada məsəl üçün Rasim 25 Ağdam gəlir. Bura fikir vermir. Gəlir hə informatika 3. Həmin birinci sətir düzdür. Sətir istəmir axı səndən. Səndən cədvəlin sütunları ilə. Yəni sənin burada sətir-sətir nəyəsə baxmağın avtomatik səni səhifə aparır. Ki baxa da bilməzsən. Baxa da bilməzsən. Niyə? Çünki burada hansı ki aşağıda verilmiş cədvəl səhv cədvəldir. Aydın oldu. Sən nətər bunun içində düz axtarırsan belə. Sən sadəcə özünün qurduğun düz cədvəllə bunu müqayisə eləyəsən. Görüm hansılar üstə düşür, hansılar yox. Yəni bu ümumilikdə düz cədvəl deyil. Burada bir dənə, iki dənə, üç dənə nəsə düz var ya da yoxdur. İndi gəlin baxaq. Sütun dediyi üçün gəlin baxaq birinci sütuna. Ad, Rasim, Lalə, Aytən. Ad, Rasim, Aytən, Lalədir. Gördüyünüz kimi sıra dəyişib, səhvdir. Yaş 25, görürsüz. İki dənə ayrıcı simvolun arası boşdur. Boşluq 19-23. Yaş düzdür. Ünvan. Bakı Ağdam gəlməlidir. Ağdam Bakıdır. Fən, deməli informatika, metodika, məntiq. Burada gördüyünüz kimi məntiq, metodika yer dəyişib. Qiymət 3, 5, 4, 5. Bu da doğrudur. Doğru cavab oldu ki. Deməli bizim düz cədvəlimizlə bu cədvəlin yalnız iki sütun üst-üstə düşür. Sonra slaydı gizlətmək üçün hansı lent tabından istifadə olunur? Aydın məsələdir ki, slide show. Davam edirik 20-ci sualla. Deyir, 30 səhifəlik sənədin 22-ci səhifəsində find and replace dialoq pəncərəsinin go to pəncərəsində enter page number sayəsində plus 10 daxil etdikdə sənədin neçənci səhifəsinə keçid təmin edilir. Hansı ki 22-ci səhifədə plus 10 vuranda fikirləşə bilərik ki 32-yə gedir. Belə suallarda yoldaşlar birinci mütləq şəkildə səhifə sayına baxın. Bu printer məsələlərində də önəmlidir. Bundan qabaq 2019 və 2020 dimin sınağında bir sual vardı yadınızda. 30 səhifəlik sənəddə 38-ci səhifəni çapa verirdi. Yəni burada səhifə sözünə diqqət eləməyib, elə məsələni həll eləməyə qaçsaz, çaşıb cavabı 32 qeyd edəcəksiniz. Görürsünüz ki, sizin sənədiniz 30 səhifədir. Yəni 22-ün üstünə 10 yox, istəyirsən 100 də gəl, bunun maksimum gedəcəyi yer yəni 30-dur. Sonra realyasiya modelinin elementləri haqqında mülahizələrdən düzgün olanları seçin. Nisbət kortej adlanan elementlər çoxluğudur. Bir də verilənlərin tipi domendəki elementlərin qiymətlərinin tipi ilə üst-üstə düşür. Sonra 22 elektron nəşr 128 səhifədən ibarətdir. Hər bir cüt səhifəsi tək səhifəsi 2 yerə bölürük. Deməli 128-in 64-ü cütdür, 64-ü də təkdir. Deməli 64 dənə cütdə nə var? 64 dənə cütdə var. 2 üstü 10-un vur 768 piksel. 48 rəng dediyi üçün biz bunu 64, yəni 2 üstü 6 ilə götürüb 6 bit rəng dərinliyi veririk. Nəticəni megabaytla istədiyi üçün burada 2 üstü 23-ə bölürəm. Qalan səhifələrdə isə nə var? 64 sətir var, 128 simvol var. Və bir də ki, Unicode-dadır, bunu da vururam 2 bayta. Bunu da megabayta çevirmək üçün bölürəm 220-yə. Bu səhv eləmirəmsə 1 alınır, bu da deyəsən 36 alınır ikisindən biri. Ümumilikdə nəsələ cəmləri 37 megabayt verəcək. Yəni buradan burası hesablamadır, elə bir şey deyil.
Cədvəl fraqmentinə əsasən D4 xanasının qiymətini hesablayın. Deməli, power A2, countif A1, D3, 2-dən kiçiklər. Deməli, A1 D3 diapazonunda 2-dən kiçiklər, ancaq 1-lər də 6 dənə 1 var. Deməli, bax, buranın nəticəsi bizə 6 verir. A2 də bizdə 2-dir. 2 üstə 6, bu da bizə nə verir? 64. Doğru mülahizələri göstərin. Burada o qədər sadə sualdır ki, səhvləri çıxırsan, cavab özü gəlir. Şəbəkədə resurslardan istifadə edən tərəf server deyil. Bilirsiniz ki, server paylayan, klient isə istifadəçidir. Bir səhv. Şuruzlar daxili və xarici olmaqla iki yerə bölünür. Bəli, internal və external, IGP, AGP yazılır bu formada. İnternetə ADSL qoşulma zamanı deməli deyir, telefon məşğul olmur. MAC ünvan 4 byte deyil, 6 byte və 48 bitdir. İnternetdə əsas protokol WWW-dir. WWW protokol deyil, internet xidmətidir. Doğru cavab 2-3 oldu. Uyğunluq, deməli, proqramlarla fayl uzantıları arasında Illustrator AI-dır. MC Paint BMP-dir. Amma yadınızda saxlayın, belə bir sual da verə bilər. MC Paint-də susmaya görə, mən üçün ayrıca bir sual deyirəm ki, MC Paint-də susmaya görə tip PNG-dir. Yadınıza saxlayın. Bir də ki, belə bir sual da verə bilərlər. Hansı fayl tipidir ki, yəni qrafiki fayl tipidir ki, şəffaf fona malikdir? Hansı qrafiki fayl tipidir ki, şəffaf fona malikdir? Şəffaf fona malik olan PNG-dir, yadınıza saxlayın. Belə bir sual da çıxa bilər qabağınıza. Sonra Photoshop. Photoshopdakı B-dir. C-D, B. Buyurun, bura qədər əlavə sual olan varsa, desin. Yoxsa keçək ikinci cəhdə. Okey, keçirəm ikinci cəhdə. Şəkildə verilmiş hansı lent qrupuna, deməli, informasiya qəbul 2021 ikinci cəhd. Şəkildə verilmiş əmrlər hansı lent qrupuna aiddir? Picture, screenshot, photo album. Bununla bağlı bir qeyd demək istəyirəm sizlərə. Word-lə PowerPoint-i yanaşı qoyacağım. Baxın, yoldaşlar, Word-də Illustrations deyilən qrup var ki, insertdə. Bunun içində bildiyiniz bütün obyektlər var. Yəni, daxil edilmə baxımından. Şəkil, figur, icons, 3D model, smartart, chart, screenshot, da bildiyiniz yəni bütün şeylər buradadır. Amma eyni şeyi bəzən PowerPoint uşaqlar səhv salırlar. Burada nə ediblər? PowerPoint-da Illustrations'ı bölüblər iki yerə. Hansı ki picture, image, yəni foto album, screenshot, bu kimi şeyləri yığıblar bir dənə image qrupuna. Illustrations'da saxlayıblar ancaq qrafik, figur, smartart bu tipli şeyləri. Yəni, Word-də, Insert-də, Illustrations'da bütöv olaraq şəkil, figur hamısı bir yerdədir. PowerPoint-da isə image-lə Illustrations'ı bir-birinə ayırır. Image sırf şəkillərlə bağlı əmrlərdən ibarətdir. Illustrations isə qrafik, figur bu kimi şeylərlə. İndi burada da hansı görürsünüz bu picture, screenshot, foto albumdur. Bu harada yerləşir? Image-də. Bəziləri bunu çaşıb Illustrations qeyd edirlər. Word-lə yəni qarışdırırlar bəzən. Pictures orada bilir çox adam. Hansı hallarda fayl mübadilə buferinə düşür? Faylın mübadilə buferinə düşdüyü hallar, yəni əsas hallar hansılardır? Copy əmri, cut əmri, snipping, düz yazdım, hə. Snipping tool vasitəsilə ekranın şəklinin kəsilməsi, sonra print screen, başqa hansı qaldı? Bunlar. Bax, kopya əmri, cut əmri, snipping tool, print screen. Yalnız bu 4 halda, yəni əsas məşhur bu 4 halda fayl mübadilə buferinə düşür. Bu ikisi ekranın şəklini, nə bilim də, bütöv şəklini və müəyyən bir hissəsinin şəklini kəsib mübadilə buferinə atır. Copy cut-dakı bilirsiniz də zaten. Deməli, cut, sonra pəncərəsinə faylı sürükləyib, yadınızda saxlayın, sürükləyib buraxmaların heç biri mübadilə buferində iştirak eləmir. 5, bir də ki, düşür. Bir də 3. 1, 3, 5. C. Sonra kursor cədvəlinin istənilən sətrinin sonunda xanadan kənarda. Bu təkrar sualdır. Bilirsiniz ki, xanadan kənarda ona cavab enterdir. Gigabaytın 2də 1 hissəsində neçə kilobayt var? Deməli, kilobayt, megabayt və gigabayt.
2 üstü 10, 2 üstü 10, 2 üstü 20. Deməli, 2-də 1-in, daha doğrusu 2 üstü 20-nin 2-də 1-i. Gigabaytdan kilobayta keçəndə. Bu da verir bizə 2 üstü 19. Diapazonlarda neçə dənə sətir var? 12 çıx 7 plus 1 eləyir 6. Burada da ki, onsuz 3-cü sətirdir. Plus 1. 7 dənə. Altıncı sual təkrardır. Yadınızdaysa bu sualı mən sizə izah eləmişəm köhnə illərdə. 513 ədədinin ikilik say sistemindəki yazılışında olan sıfırların sayı birlərin sayına neçə çoxdur. Demişdik ki, 513-ü 2-nin qüvvətləri cəmi şəklində yaza bilərsiniz. Ya da dədə-baba metodu ilə çubuqlu bölə bilərsiniz. Yaza bilərsiniz 1, 8, 7, 6, 5, 4, 3, 2, 1 və 2 üstü 0. Görsə burada orada soruşurdu nə qədər çoxdur o qabaqçı qəbulda, bir qabaqçı qəbullarda. Burada soruşur neçə dəfə çoxdur? 4 dəfə çoxdur. Bir abzası 2 abzasa bölmək heç şübhə etmədən enter yazıram. Çünki bilirsiniz ki, Word-də abzasla işləyən yeganə bir dənə düymə var, o da enter. 8-ci suala təkrarda biz bunun model testlərinin içində işləmişik. Deməli nə deyir burada? Protokolumuz HTTP-dir. Doğru cavab başlamalıdır CA ilə. Davamında gəlməli texti.org serveri. Texti.org serveri isə C və D olmalıdır. Və B variantı C, A, G, D davamında özü gələcək. 9-cu sual. Deməli, uşaqlara konsultasiya edirdim. 9-cu, daha sonra bu bir gün qabaq. Astudan 2 qardaş var idi. Dedilər ki, bəs dedim bunun 3 dənəsi də düşər birdən imtahana da. İndiyənə kimi yadınızdasa qabaqçı qəbulların hamısında 2 dənəsi idi. A or B üstə yəni A and B bərabər də A plus B. Belə bir düstur vermişdim sizə. Dedim diqqətli olun, bu imtahan gəlib 3 dənəsi düşər də. Biri qayıt deyəcək ki, ay müəllim bu uzun deyə gəlib düşməz. Bunda biraz uzun düsturu var. Düzdür, ELRV nə eləyə bilərsiniz, amma mən düsturla dedim ki, daha rahat olur. Düşməz, səhər gün gəldi imtahana düşdü. Deməli A or B or C və ondan sonra da bu sual tipində, yəni 3 dənəli olaraq ümumiyyətlə çoxdan da bu sualdan qəbula düşmüş. Bax, ola bilər ki, bu sualı təkrar gətirib istifadə eləsinlər. Diqqətli olun. Üçünün birləşməsi bərabərdir özləri cəmi. Yəni əslində ideyası çox asandır. Niyə yəni bəziləri belə çətinləşdirir gözünü başa düşmürəm. Üçünün cəmi çıxsın cüt-cüt kəsişmələr. A and B çıx. Çıx. A and C çıx B and C və üstə gəlinsin üçünün kəsişməsi. Üçünün birləşməsi bərabərdir özləri cəmi. Çıxılsın cüt-cüt kəsişmələri, üstə gəlinsin üçünün kəsişməsi. İndi baxaq görək burada. Bizə dəqiqə. Belə eləyək. Bizə nə verilib? Kimya, tarix, biologiya, nə bilim nə, kəsişmələr var, üçünün birləşməsi var. 140 birləşmə nəyə görə dedim? Çünki bu işarəni burada görürsünüz V olaraq verib. 140 bərabərdir. Üçünün cəmi 96. Üstə gəl 48. Üstə gəl 21. Çıxılsın. Məsəl üçün kimya, biologiya minus 10. Kimya, tarix minus 0. Kimya tarixdəki x-dir. Gəlirik nəyə? Üçünün kəsişməsi bizə cədvəldə verilməyib. Hansı ki, bu halda yoldaşlar, əgər hər hansı ikisinin kəsişməsi, hər hansı ikisinin kəsişməsi sıfırdırsa, onda üçünün də kəsişməsi avtomatik nə olur? Sıfır olur. Nəyə görə? Çünki çoxluqlarda ideya bu formadır ki, iki çoxluğun kəsişməsi boş çoxluqdursa, onun növbəti bir çoxluğuna, yəni boş çoxluqla çoxluğun kəsişməsi boş çoxluqdur. Deməli, bu da nə verəcək bizə? Sıfır verəcək. Və salam qalır bunu hesab olmaq. X-i buradan tapsaz, nəticə bizə verəcək 15. Və bu sual 2021-ci il 2-ci cəhdə düşüb, onu gətirib yine təkrar sual kimi sala bilərlər. Diqqətli olun yəni. 10. Xarici yaddaşda saxlanılan proqram hansı qurğu tərəfindən emal edilir? Təbii ki, emal anlayışı varsa, yalnız söhbət prosesordan gedə bilər. Ümumiyyətlə, bu emal sözü ilə bağlı 2 dənə cümlə var. Emal edir prosesor, emal edənləri yadda saxlayır RAM. Emal edir prosesor, emal edənləri saxlayır RAM. Sənədin ən böyük görünüş miqyası 500%-dir. Söhbət nədən gedir? Təbii ki, Word-dən gedir. Aşağıdakı əməliyyatlardan hansı ilə sütunu cədvəldən silmək olar? Söhbət backspace
və belə deyim ki, burada sətri niyə qalıb bu? Bunu desə səhv köçürmüşəm. Burada bu sütun olmalıdır. Çünki sualda yazılıb sütunu ilə cədvəldən silmək olardı. Mən burada sətr yazmışam. Gərək bunu düzəldim. Bundan əlavə shift elətlə də silmək olur, biləsiniz. Sütunu shift elətlə də silmək olur. Sonra əlaqəli nisbətlər məcbusundan sahələrin qiymətlərindən verilənlər şərtləri ödəyən yazılan seçilməsi ilə cədvəl alınır. Söhbət sorğudan gedir təbii ki. Skaner qurğusu kompüterə hansı vasitə ilə qoşula bilər? Söhbət USB portundan gedir. PCI 2 bilirsiniz ki, klaviatura mausu qoşub əvvəllər. İSA hansı ki şimdi, AGP isə slotdur, video kartın slotudur. 15. Foto JPEG deməli faylı C diskindəki foto qovluğunda yerləşir. Bu qovluqda şəhər qovluğu, onun içərisində Bakı qovluğu, onun da içində foto JPEG faylı köçürür. Çox sadəliklə yəni sualın cavabı çıxır. Fotoda şəhər, şəhərdə Bakı, Bakıda foto JPEG. Aşağıdakılardan hansı sistem proqram təminatına aiddir? Söhbət gedir burada təbii ki, əməliyyat örtüklərindən. 17 deyir ki, fraktal üçölçülü, üçölçülü və raster. Deməli, raster nədir? Demişik ki, adında foto, image, picture olan hər bir şey hamısı raster aiddir. Deməli, 3-ə 100% D var. Elə deyəsən 3D-yi başqa variant yoxdur. Bir dənə də hər ehtimal baxaq. 1-ə A. Bəli, fraktalın başlıca xassəsi özünə oxşarlıqdır. Sonra 2-yə C verib. Deməli, məşhur redaktorlardan biri Maya paketidir, doğrudur. 3-ə D-yə verib, fotostyler seçmişdir. Əsasən bədii kompozisiyanın yaradılması, bəli, doğrudur. Aşağıdakılardan hansı normal görünüş rejimində proqram pəncərəsinin işçi oblasına aid deyil? Bu sual Power 2019-da artıq bilirəm ki, aktuallığını itirə bilər. Bir dənə baxaq. Oblasta aid deyil. Click to add notes var, görünür. Ruler görünür. Animasiya oblastı deyə bir şey yoxdur. Outline and slides yoxdur. Slayder oblastı var. Doğru cavab burada götürəsi olsa, doğru cavab olmalıdır 1, 2, 4. Bu əvvəldən köhnə testdə əsasən slides, outline falan var idi, lap köhnədə, PowerPoint-də. İndi yoxdur, ona görə burada cavablarda da yoxdur. Gərək mən bunu düzəldim. Aktuallığını yəni itirib indiki halda bu sual. Belə də cavab 1, 2, 4-dür yəni ki. İyerarxik verilənlər bazasına nümunə kimi göstərmək olar diskdə saxlanılan qovluqları. Papka içində, papka içində, papka. Məsələn, kompüterdə əsas həll mərhələlərinə aid deyil. 2-3 dəfə düşüb bu sual qəbula. Bir dəfə buraya aid olmayanları yazıb, o biri qəbulda düşmüşdü, aid olanları tapın, məsəl üçün. Deməli, həll alqoritmin hazırlanması var. Nəticələrin təhlil verilməsi yoxdur. Birlər də çıxaq. Maşallah 2-dən boluq. Proqramlaşdırma dilinin seçilməsi yoxdur. Proqramlaşdırma dilində təsvir var. Yəni, bəlli olaraq bir proqramlaşdırma dili seçilmir. Amma təsvir olunur. 2-5, bunu da çıxdı. Sonra nə var burada? Məsələnin qoyuluşu var, testləşdirmə, sazlama var. 3-4-lərlə çıxsaq doğru cavabımız qalır. 2-5, 6. Doğru mülahizələri seçin. Kompüterin işləmə sürəti onun yadda. Xeyr, yaddaşla sürətin bir-birinə aidiyyatı yoxdur. Düzdür, yəni SSD olsa kompüterin işləmə sürəti artır, amma ümumiyyətlə yadda saxlanmayla sürətin bir-birinə aidiyyatı yoxdur. İkinci nəsil kompüterlər integral sxem deyil, tranzistor dioddur. Kompüter söndürülər ki, əməli yaddaşda olan informasiya silinir. Birinci nəsil kompüterlər vakuum elektron lampadır. Məhsullarda prosesorun yerinə yetirdiyi biri əmrlər sistemi deyil. Məhsullarda prosesorun hansı ki, emal zamanı istifadə etdiyi, daha doğrusu belə deyim ki, bir dəqiqə cümləmi bir dənə düzəldim. Məhsuldarlıq prosesorda icra olunan əməliyyatların orta sayı ilə təyin olunan bir parametrdir. Elektron cədvəl verilmişdir. ABŞ il 1965-dən böyük. ABŞ, 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 ABŞ. İndi 1965-dən böyük. Ödəmir, ödəyir, ödəyir, ödəyir. 3 dənə. Sonra C1-i C2-yə köçürdəndə dəyişən sadəcə B1 olur. O da olur B2. A1 vur B2, 5 vur 15, bu da eləyir 75. İş masasının fon şəklini hansı variantları tətbiq etməklə ekrana yerləşdirmək olmur. Bu Windows 11-də də keçərlidir artıq belə deyək ki. Bax, centerdir. Yəqin ki, köhnələrdən görmüsünüz. Şəkli, belə deyim ki, ekranın təm mərkəzinə qoyun. Bircə dəqiqə. Hə, olmur.
daha doğrusu centerdə olur. List details, bax şəkli list details Azərbaycanla tərcüməni olsa məntiqi olaraq şəkli siyahı ya da təfərrüatlar kimi düzləndirmə anlayışı yoxdur. Yəni məntiqlə yəni düz gəlmir. Biri 2-dir, biri 3-dür. Stretch var. Stretch nə edir? Sağdan soldan şəkil dartır ki, ekrana yerləşsin. Eskiz yoxdur. Burada əsas bax bizə bilirəm ki, çaşdıran şeylərdən biri full screen-dir. Bu full screen-in təzə adı burada belə gedir. Full screen-in adı gedir fill. Yəni full screen sözünü görürük o ilə tam ekran. Yəni çox şirin gəlirdi adama. Bəli, əvvəllər Windows 7-də adı elə gedirdi, full screen gedirdi. Amma indi Windows 10-da, 11-də adı gedir fill, belə deyək ki. Sonra deməli gəldi. Bu sualda artıq qəbula düşdü bu yaxınlarda. İnanmıram təzədən gələr bu sual düşər. Təkrar yəni düşdü. Deməli bu da deyil, tile-da var, mozaikada. O da yəni var. Deməli 2, 3, 5, 6. Keçdiyi 25-ə uyğunluğu müəyyəndir. Müxtəlif topologiya, eyni protokol. Bu sual fikir versə 3 dəfə çıxıb qabağınıza. 3 dəfə. Və bir dənə dediyim 2016 onlayn sınaqdan bəri demişəm bunu. Demişəm ki, müxtəlif eyni gördünüzsə, yəni avtomatik birici götürə bilərsiniz. Görürsünüz, bax bir dənə qeydlə 3 qəbulu yola vermişik artıq. İşçi stansiyaları yoğun koaksial kabelə qoşur transivер. Çox portlu olub şəbəkə abonentlərini birləşdirir. Bu hub da ola bilər, switch də ola bilər. Yəni cavabda hub yox, switch olsaydı onu götürə bilərdiniz. C, D, B. Buyurun. Bura qədər nəsə sual olan varsa desin. Yoxsa keçək dimin sırağına baxaq. Okey, davam edirəm. 2021 dim sınaqla. Word art nədir? Dekorativ mətn əlavə etmək üçündür. Kompüterin Neumann arxitekturasına periferi hissəyə aid olanları seçin. Periferi hissə deməli idarə etmə qurğusu, yox, əstəğfurullah. İdarə etmə pultu, xarici yaddaş, daxil etmə, xaric etmə. 2, 3, 6 A variantı. Üçüncü sual sadədir. Y1 Z mənfi 2-dir. Y deməli 1 sıfırdan böyükdür, hə. Z sıfırdan böyük deyil, yox. 1-dən mənfi 2-nin çıxanda doğru cavabımız edir 3. DLL fayllar bilirik ki, kitabxana fayllarıdır. Lokal şəbəkə texnologiyalarına aid olmayanlar ki, Ethernet var, Token Ring var, FTDI var, 100 VGNLAN var. Bunları rahatlıqla çıxsaq 3, 5, 7. Yəni bunlar texnologiya deyil, bunlar fərqli-fərqli anlayışlardır. Deməli, bu nədir? 2019, copy 3, aha. Neçə dənə səhifə, hər səhifə verməyib, buranı verib. One side-dir, bu da heç nədir. Buranı hesablayıb sadəcə kopya vuracağıq. Deməli 1, 4-dən 6-ya 3, 8-dən 13-ə də 6 dənə. Neçə edir? 10 dənə. 10 da 3 oranına cavab edir 30. IP ünvanın fraqmentləri ABCD deməli bunları verilib. IP ünvan bilirik ki, necə qurulur? IP ünvan ibarətdir 4 hissədən və hər biri hansı aralıqda olmalıdır buradakılar? 0-255. C variantı səhv eləmirəmsə olmalıdır. Gəlin bir dənə birləşdirək baxaq. 12, sonra C. C bizdə 9-dur. 9 nöqtədir daha doğrusu. D bizdə 98 nöqtədir. A bizdə 201.67-dir. Bəs salam 4 hissədir. Hər biri 0-255 aralığında. Sonra fərdi kompüterdə bir simvolun ASCII-də kodlaşması üçün neçə bit tələb olunur? 8 bit. Aşağıdakı kimi verilmiş faylların tam adı necə olar? Gördüyünüz kimi C, data, daha sonra data özü də 2 dənə qovluqdan ibarətdir. Bizdən nəyə soruşur? Protokol, monitor bununla. Deməli, olacaq C data document reference protocol, C data picture monitor, C data picture, C-də BMP. Bu sual da bilirsiniz ki, 2026-ya gəldi təkrar düşdü. Bax. Hanı o? Görürsünüz? Bax, ikinci cəhdə düşmüş sual. Görürsünüz, birə-bir təkrarı. Sınaqdan götürüb atıblar bura. Burada diqqətli olmalı məqam nədir? Baxın, hansı ki,
bir papkada, yəni bir qovluqda iki dənə fayl varsa, iki qovluğun adını götürüb mənim üçün bəzən bax bir dənə səhv variantı göstərirəm sizə, başa düşəsiniz. Hə, bax yazıb. E, yox, bu deyil. Bircə dəqiqə. Haradaydı o? Hə, de burada. Yazıb C data picture monitor JPEG vergül C-də BMP. Belə bir yazılış qətiyyən yol verilməzdir. Yəni hər bir faylın yolu unikaldır, özünə aiddir. Yəni bir yolda iki dənə fayl adı görə bilməzsiniz. Düzgün yazılış deyil. Doğru cavab olur. Sonra əmtə barədə 5 məlumat sütunundan ibarət adı, tədarükçü miqdarı saxlama və s. ibarət olan ambar verilənlər bazasının cədvəlinə 25 əmtə barədə məlumat daxil. Yəni 25 dənə məhsul adı daxil olunub. Deyir cədvəldəki yazıların sayını tapın. Aydın məsələ ki, 25 dənə əmtə haqqında məlumat varsa, məsələn tutalım ki, birini götürürəm, nə bilim, amortizator, məsəl üçün. Amortizator, tutam ki, adı, tədarük edib filan yer, miqdarı 5 dənə, saxlama müddəti bu qədər, qiyməti də 500 manat, məsəl üçün deyək də. Bu bir əmtəə haqqında məlumatdır. 25 dənə əmtəə varsa, deməli 25 dənə nə var? Yazı var. 11. Avtomobilçilərə verilənlər bazasının bir fraqmenti verilmişdir. Texniki baxış. Hansı ki, bu tarixdən kiçik olan, səhv etmirəmsə, 4 dənə olmalıdır. 08 tarixindən kiçik 08-lər var, 07-lər də nağdır, 3 dənə 07 var. Bir dənə 08 hansısa bu tarixdən kiçikdir, deyəsən də bu olmalıdır. Spam nədir? Arzu olmaz reklam xarakterli məktublar. 13, onluq say sisteminə verilmiş ədədləri ikilik say sisteminə keçin. 1-1-2-yə çubuqlu bölə-bölə gedəcəksiniz. Gəlin sürətli olsun deyə biz onu burada proqramla keçək. Vaxtımız getməsin də. Say sistemin keçidi yəqin ki, hamı bilir. 87 keçəndə nə alınır burada? 101, 0, 1, 11. Və bu C. 1-ə C uyğun gələn var. Y variant. Sonra gəldik, verilmiş elektron cədvəlin fraqmentinə əsasən C14 xanasının nəticəsini tapın. A2, A12, B14. 9. Bura verir 7. Cəmi də verir 16. Home tabının paragraf lent qrupuna aid olmayan əmr hansıdır? Bilirsiniz ki, fontla bağlı bütün şeylər font qrupasında yerləşir. Avtomatik cavab B-dir. İş vərəqində sətirlərin sayı. Bax, mən Excel-i keçəndə bütün tələbələrimə deyirəm ki, yoldaşlar, bir neçə dənə ədədlər var ki, onlar əzbərlənməlidir. Mənim üçün biri Unicode. Niyə Unicode deyirəm? Unicode-da 2 üstü 16 bərabərdə 65536. 65536-nı uşaqlar yadda saxlayır. Bəzən onun 2 qüvvətini yaddan çıxarırlar. Yəni 2 üstü 16 olduğunu yaddan çıxardırlar. Niyə bunu deyirəm? Çünki verər ki, Unicode-da nə qədər simvol var? Cavabı verməz 65536. Cavabı verər 2 qüvvətləri ilə. İndi oturub bir-iki qüvvətlərini hesablayasınız ki, hansı 65536 edir. İndi bilən bilir, bilməyən məcbur oturub onu hesablayacaq. Ya da nə bilim, humanitar ixtisasda olan uşaqlar üçün biraz artıq başlayacaq çətinlik törətməyə. Bir də Excel-də. Excel-də sətirlərin sayı 220 və digər forması ilə 1.048.576. Görürsünüz, siz bunu məsəl üçün əzbərə bilməzsiniz, oturub 220 ədədini hesablamalısınız. Prinsip etibarilə. 16.384 də sütun sayıdır. Bu da 214 edir. Ona görə bax, bir neçə dənə belə ədədlər var ki, bunların iki qüvvətini və bir də ki, belə ədəd formasını mütləq öyrənin. Görürsünüz ki, istifadə olunur qəbullarda. Hazır təqdimatların nümayiş tipli fayl kimi saxlamaq üçün PPSX-dən istifadə olunur. Hansı yaddaş qurğusudur? Streamer. UPS bilirik nədir yoldaşlar? Nədir UPS? Yox, mən bilmirəm. UPS yadında saxlayın, şəbəkədə fasiləsiz qida mənbəyi kimi istifadə olunur. Yəni bildiyiniz powerbank kimidir. Şəbəkə qurğularının, ümumiyyətlə kompüter qurğuları, necə ki generator yoxdur. Generatorun belə deyim də bu bir versiyası. Solyarka ilə işləmir, elektriklə işləyən versiyası. Bizdə. Sonra davam edirik. Faylın və ya qovluq piktoqramının solğun rəngdə görməsinin iki səbəbi var. Bu sual da bax sınaqdadır, gətirib qəbula sala bilərlər. Sınaq sualdır, gətirib qəbula sala bilərlər. Çünki Windows 11-də də eyni şeydir. Cut və hidden olanda, yadınızda saxlayın, fayl və qovluq iki halda solğun görünür. Cut və ya hidden, yəni gizlədiləndə.
Sonra davam edirik. Nə deyir? Dizayn lentabının aid təyinatına aiddir. Məsəl üçün, şəkil səs simvol əlavə ediləcək. Bilirsiniz ki, bu insertdədir. Getdi. Animasiya effekti vermək animationdadır. Getdi. So, 2 ilə 3-ləri çıxıram. Başqa görək nə var məsəl üçün burada. Cari slaydın gizlədilməsi. Slide show. Onu da çıxdım. So, doğru cavab qaldı B. Printerin növləri matris, lazer, termiki. Şırnaqlı desəydi, o artıq belə deyim ki, aid olurdu nəyə? Şırnaqlı da yoxsa gedir burada belə baxanda. Sheetfed overhead flatbed stol üstü bu skaner aid olan bir şeydir. Bir dəqiqə burada bir şeye baxaq. Matrisli, lazer, termiki. Hə, şırnaqlı da var, bəli. Nəyə görə bir anlıq dayandım? İki anlayış var idi da printerdə. Zərbli, zərbsiz, zərbli, zərbsiz. Sonra da zərblilərlə zərbsizlər də ayrıdır. Məsələn, zərblilər literli matrisli idi, zərbsizlər şırnaqlı lazer termik idi. O bir anlıq dedim ki, Hamısını bəli. verə bilərlər zaten. Necə? Yəni bölmədən hamısını verə bilirlər. Hə, mən nəyə Bir- bir anlıq şey elədim? Məsəl üçün, burada cavablarda zərbli olsaydı, zərbli və ya zərbsiz sözü, biz onu götürməməliydik. Hı Çünki hı. bizdən printerin növünü soruşur, başa düşdünüz. Onda ümumiyyətlə sualın quruluşu da bir növ səhv olacaqdı. Yəni nəyə görə növünü soruşursan? Zərbli, zərbsiz olmağına görə növünü soruşursan, yoxsa sırf zərbliləri, sırf zərb. Məsələn, burada zərbli, zərbsiz fərq eləmir, hamısını götürür. Amma yenə deyirəm, burada cavablarda məsələn bir dənə zərbli söz. Məsələn, bax, bu sualı skanerə görə dəyişdirək. Bax, polunu dəyişdirib skanerə görə sala bilərlər. Məsələn, skaner qoysam bura, skaner qoysam. Burada cavabım olacaq 3, 5, 8. Məsələn, burada stol üstünü götürmək düz olmur. Nəyə görə? Çünki skanerlər bölünür iki yerə. Stol üstü əllə işləyən. Bir də ki, maqnetik skanerlər var. Hətta belə deyək ki, o lap 3 yerə. Amma sheet-fed, overhead, flatbed sırf stol üstünün növləridir. Bax, bu 3-5-dəki sırf stol üstünün növləridir. Belə olduğu halda sual düz olmayacaqdı. Başa düşdünüz fikrim nə demək istəyirəm? Aha, başa düşdüm. Sonra 22. Bax bu sualın mən öz kitabımızda, yəni ki, öz dərs dediyim kitabda bax, burada var idi. Sadəcə elə bir ki, variantları dəyişib salıb. Məndə bütün variantlar hamısı düz versiyadır. Bunlar indi səhv düz də qoyublar. Nəyə açıq sualların içində? Hə, baxın. Bax, deyir hansı əməliyyatların köməyi bütün sənəd seçilir. Bax. Mən öz dərs vaxtı bu sualdan özüm yazmışdım bir dənəsini də. Mən prosta bütün variantların hamısını ələ vermişdim ki, hamısı deyəsən burada düz idi, səhv eləmirəmsə. Burada amma yəni təbii ki, səhv düz ikisi də olmalıdır. Yəni hamısını düz verməyiblər. Sənədin sol kənar sahəsində mausun sol düyməsini 3 qat vurmaq doğrudur. Ctrl A doğrudur. Sənəd daxilində ixtiyari yerdə dəxlisi yoxdur. Klaviaturda da F8. F8 düyməsi bilirsiniz də necə işləyir? F8 düyməsini bir dəfə sıxanda, birinci dəfə sıxanda F8 rejimi aktiv olur. İkinci dəfə sıxanda söz, 3 dəfə cümlə, 4 dəfə abzas, 5 dəfə artıq bütün mətn seçilmiş olur. Kursoru sənədin sonuna yerləşdirib, Shift Ctrl Home vuranda nə edir? Bütün sənədi sondan əvvələ doğru seçir. Klaviaturda Ctrl düyməsi basılı saxlamaqla sənədin daxilində xeyr, bu da səhvdir. Doğru cavab olur 1, 2, 5, 7. Davam edirik 23 ilə. Qurulmuş diaqram, buna aid artıq qabaqki qəbullarda görmüşük. Gəlin test hesablayaq. Demək 4 ilə 1-i topladıq 5, 3, bu edir 16. Sonra bu edir 2 plus 2x, bu da eləməlidir 8. Və bilirik ki, birinci xana bura uyğundur, ikinci xana bura, üçüncü xana da bura uyğundur. Bunlar da bir-birinə bərabərsə, x olur 3. Sonra qrafik rejimdə monitorun ekranı budur, rəng çalarları budur, həcmini tapaq. 209, 207, 256 rəng çaları vur, 8 bit. Böl 213. Deməli, 210, 19, qaldı 64 kilobayt, səhv hesablamadımsa. Uyğunluğu müəyyən edin. Sistem proqram tətbiqi instrumental. Sistemə aiddir C. Həmçinin B. Burada diqqətli olun, bəzən sistemlə servisi qarışdırırlar. Əgər bura servis yazılsaydı, söhbət utilitlərdən falan geldi, onda C uyğun gələrdi. B uyğun gəlməyəcəkdi. Amma sistem baza ilə servisin birləşməsidir. Ona görə C ilə B ikisi də uyğundur. Tətbiqi Corel Draw, AutoCAD, bu olacaq deməli AY.
instrumental da ki, proqramlaşdırma dilləri deyil. Bu da oldu belə. Növbəti dəfə inşallah 2022-ləri indi yerləşdirəcəm. Onları